Salam. 8-ci sinifdən orqanizmin qoruyucu sistemi 8.1 bu mövzunun əvvəli haqqında keçən dəfəki dərsimizdə məlumat vermişdim. İndi isə ardı haqqında baxaq. Bildiyiniz kimi immunitet orqanizmin infeksiyalara qarşı müqavimət göstərmək və yad cisimləri zərərsizləşdirmək xassəsinin olmasıdır. Belə ki, orqanizmə düşən yad cisimlər leykositlərin fagositlər adlanan növləri tərəfindən fagositoz yolu ilə udulur. Yəni tutur, udulur, zərərsizləşdirilir. Nəticədə fagositlərin məhv olması ilə yanaşı, həmçinin də orqanizmdə həmin xəstəliklərin qarşısını ala biləcək xüsusi zülallar, antijisimlər yaranır ki, ona biz həm də antitellər deyirik. Antijisimlər patogenlərin antigenləri ilə qarşılaşdıqda onları birbaşa zərərsizləşdirmiş olur. Bax, burada bu təsvir haqqında mən keçən dəfə də dərsimizdə qeyd etmişdim ki, məlum patogenlər orqanizmə daxil olduqda onların antijisimləri bizim orqanizmdə mövcud olduğuna görə bu təkrar yoluxma zamanı olur və həmin antijisimlər məlum patogenləri tutur, zərərsizləşdirir. Bax, burada da məlum patogendir, orqanizm tərəfindən hazırlanmış antijisimi mövcuddur və yaxud burada da, amma burada gördüyünüz kimi yeni patogen daxil olubdur. Orqanizmdə antijisim yoxdur. Həmin xəstəliyin törədicilərinə qarşı orqanizmdə antitel və yaxud antijisim sintez olunmalıdır ki, o xəstəliyin qarşısı alına bilsin. İmmunitet qeyd elədi ki, orqanizmin yoluxucu xəstəliklərə qarşı müqavimət göstərməsi və yaxud yoluxmamaq qabiliyyətidir. Bu özdə növbəsində təbii immunitet və süni immunitet olmaqla iki yerə ayrılır. Təbii immunitet anadan gəlmə və yaxud da ki, xəstəliyi keçirmək nəticəsində qazanılmış immunitet ola bilər. Yəni, təbii immunitetə biz həm anadan gəlmə şəkildə, məsələn, İnsan heyvan taunu ilə xəstələnmir, çünki anadan gəlmə olaraq onların qanında həmin xəstəliyin antijisimciləri mövcud olur ki, onlar həmin xəstəliyə heç vaxt yoluxmurlar və yaxud da hər hansı bir xəstəliyi keçirəndən sonra orqanizmdə həmin xəstəliyin törədicilərinə qarşı antijisimlər yaranır ki, onlar orqanizmdə ömrü boyu qalmış olur ki, onlar qazanılmış immunitet hesab olunur. Məsələn, göy üstürəyidir, qızılcadır, çiçəyidir. Bu xəstəliklər insana bir dəfə keçmiş olur. Nəticədə onlara qarşı antijisimlər yaranır ki, bunun da nəticəsində bu xəstəliyə insan daha yoluxmur. Süni immunitetə gəlincə, bu insanda sonradan ya peyvənd vasitəsilə, yaxud da ki, müalicə zərdabı vasitəsilə əldə edilmiş olur. İnsanı dizenteriya, qarın yatalağı, difteriya kimi bir sıra deməli, qorxulu, yəni infeksiyon xəstəliklərdən qorunmaq üçün süni immunitet yaranır. Süni immuniteti peyvəndlər və dedik ki, müalicə zərdabları vasitəsilə yaratmış olurlar. Əsasən bu profilaktik tədbir daşıyır. Peyvəndlər zəiflədilmiş və öldürülmüş həmin xəstəliyin törədiciləridir ki, orqanizmə deməli, inyeksiya vasitəsilə vurulmuş olur. Nəticədə insanlar həmin xəstəliyi yüngül keçirir. Yüngül keçirilmiş bu xəstəlik antitelləri və yaxud antijisimləri insan orqanizmində qalır. Gələcəkdə bu xəstəliyə həmin orqanizm yoluxmur. Müasir dövrdə çiçək, vərəm, qızılca, poliomiyelit kimi ağır xəstəliklərin qarşı peyvəndləmə metodlarından istifadə olunur ki, peyvənd vasitəsilə yaranan immunitet aktiv immunitet hesab olunur. Müalicə zərdabına gəlincə, bu adətən quduzluq, hansı ki, it dişləyəndə yarana bilər, ilan sancılıqda və yaxud insanda infeksiyon xəstəliklərin ağırlaşması zamanı tez yardım göstərmək məqsədi daşıyır. Bunun üçün də həmin xəstəliyi keçirmiş insanın qan plazmasından müalicə zərdabı, yəni hazır antitel, antijisim, serum şəklində götürülür və xəstə adama vurulur. Nəticədə həmin xəstə sağalmış olur. İnsanın qan plazmasından alınan bu serum isə
orqanizmdə passiv immunitet hesab olunmuş olur. Həmin orqanizmdə heç də, deməli, ümumiyyətlə insan orqanizmində heç də bütün infeksion xəstəliklərə qarşı immunitet yaratmaq mümkün deyil. Məsələn, qrip, angina, qız kimi xəstəlikləri misal göstərmək olar. Bildiyiniz kimi, qripin törədiciləri viruslardır. Onlar tez-tez mutasiya uğrayır, öz növlərini dəyişir. Yəni, bir növə qarşı orqanizmdə immunitet yaransa belə, ayrı-ayrı tez-tez dəyişildiyinə görə müxtəlif əlamətli viruslar formalaşır ki, onlara qarşı bilavasitə immunitet yaratmaq mümkün olmur. Öyrəndiklərinizi tətbiq edin. Patogen bakteriyalarla birinci və ikinci yoluxmadan sonra insanın qanındakı spesifik antijisim qatlığının zamandan asıllığını təsvir edən qrafiki təhlil edin. Burada verilibdir antijisimlərin konsentrasiyası, birinci yoluxma, ikinci yoluxmadan sonraki günlər, bu da günlərdir. İndi burada deyir ki, qrafikin göstəricilərinə görə hansı nəticəyə gəlmək olar, cavabınızı əsaslandırın. Bax, ilkdə birinci yoluxma zamanı orqanizmdə deməli, patogen daxil olanda hələ antijisim yoxdur. Yəni, həmin xəstəliyin törədicilərinə qarşı deməli, antitel və yaxud antijisim və yaxud spesifik zilal olmadığına görə orqanizmdə leykositlər başlayır, fagosit edən leykositlər həmin mikrobları tutub zərərsizləşdirməyə. Nəticədə, bax, gördüyünüz kimi antijisimlərin konsentrasiyası artmış olur. Bu, müəyyən müddətdən sonra birinci yoluxma zamanı qeyd eləyək ki, fagositoz edən həmin fagositlər ki mövcud edir, onlar əsərəti məhv olurlar. Mikrobları tutub zərərsizləşdirdikdən sonra məhv olur. Nəticədə antijisimlərin konsentrasiyası azalmış olur. Amma bax, burada görürsünüz ki, müəyyən məsafə var, sıfırdan başlamır, müəyyən qədər mövcuddur. İkinci yoluxma zamanı artıq bizim orqanizmimizdə həmin xəstəliyin antijisimləri az da olsa mövcud olduğundan sürətlə onlar çoxalaraq həmin xəstəliyin təkrar yoluxmuş deməli, antigenlərini məhv edir və beləliklə də orqanizmdə deməli, antijisimlər ömrü boyu qalmış olur. Bax, burada gördüyünüz kimi, maksimum səviyyədə, ikinci yoluxmada orqanizmdə antijisimlərin konsentrasiyası yüksək olur ki, bunun sayəsində həmin məlum patogen orqanizmə daxil olanda antijisimlər cəld olaraq onları zərərsizləşdirir. Yəni, tutub zərərsizləşdirirlər. Öyrəndiklərinizi yoxlayın, sxemi dəftərinizə köçürün. Verilmiş anlayış və ifadələrdən istifadə edərək onu tamamlayın. Bax, burada gördüyünüz kimi sözlər verilibdir. Biz bu sxemdə onu yerinə qoyacaq. Gördüyünüz kimi bu immunitetə aiddir. Deməli, immunitet, birinci immunitet qeyd olunmalıdır. Sonra isə immunitetin növləri. Bildiyiniz kimi immunitet təbii və süni olmaqla İki yerə ayrılır. Təbii immunitet, süni immunitet. Bildiyiniz kimi təbii immunitet ya ola bilər ki, anadan gəlmə olsun, ya da ola bilər ki, hansısa bir xəstəliyi keçirirsən, sonra yaranmış olur. Bunlar ikisi də təbii immunitet hesab olunur. Bax, burada irsən nəslə ötürülür. Bu təbii immunitetdir. Keçirilmiş xəstəliklərdən yaranır. Bu təbii immunitetə aiddir. Süni immunitetə gəlincə, bu peyvəndlər və zərdablar vasitəsilə həyata keçirilmiş olur. Bax, burada görürsünüz, peyvəndin təsirindən yaranır, zərdab vurulduqdan sonra yaranır. Bu da oldu süni immunitetin növləri. Peyvəndlər bildiyiniz kimi zəiflədilmiş, öldürülmüş mikroblardır. Orqanizmə inyeksiya şəklində daxil olunur. Nəticədə orqanizm həmin xəstəliyi yüngül keçirir. Həmin xəstəliyin antijisimləri, antitelləri, yəni spesifik suallar orqanizmdə əmələ gəlir, qalır. Həmin patogenin təkrar orqanizmə yoluxması daha baş vermir. Çünki hazır antijisimlər onları deməli, təkrar yoluxma zamanı zərərsizləşdirmiş olur. Təcili yardım göstərmək üçün xəstələnmiş şəxslərə zərdablar vururlar. Zərdab isə xəstəliyi keçirmiş insanların qan plazmasından götürülür. Bildiyiniz kimi, zərdab vasitəsilə yaranan immunitet passiv immunitet hesab olunur. Peyvəndlər vasitəsilə yaranan immunitet isə aktiv immunitet hesab olunur. İkinci, burada soruşulur. İnfeksion xəstəliyin yayıldığı əraziyə gedən həkim özü ilə
nə aparmalıdır peyvənd edici maddə, vaksin, yoxsa müalicə zərdabı, fikrinizi əsaslandırın. Bax, deyir ki, infeksion xəstəlik yayılıb. Deməli, infeksion xəstəlik yayılıbsa, həmin sahəyə gedən adam ağırlaşmış xəstələrə deməli, yardım göstərmək üçün müalicə zərdabından istifadə etməlidir. Ona görə də həmin sahəyə gedən həkim vaksin yox, müalicə zərdabından daha çox istifadə etməlidir. Çünki artıq burada xəstəlik mövcuddur. Üçüncü, niyə insan soyuqlayanda tez-tez asqırır? Bildiyiniz kimi, öskürmə və asqırma müdafiə reflekslərdir və tənəffüs yollarına düşən yad cisimlər həmin sahələri qıcıqlandırır. Və bildiyiniz kimi, yuxarı tənəffüs yollarında selin ifrazı da həmin mikrobları tutub saxlanmağa kömək edən qoruyucu vasitədir. Və bu mikroblar tutub saxlanılır, yuxarı yad deməli, tənəffüs yollarına düşəndə orada qıcıqlanma yaradır və onun nəticəsində də insan tez-tez asqırır ki, həmin yad cisimləri orqanizmdən kənarlaşdırmış olsun. Bu qədər. Sağ olun.